Dostlar salam. Kimə desəniz ki, ödüm qatıdır, ödümdə durğunluq var, ödüm axmır, deyəcək gəl müalicə eləyim. Amma heç bir müalicəyə ehtiyac yoxdur. Bunu mən sizə deyirəm. İlkin olaraq sizə izah edeyim ki, öd nə üçündür. Baxın, qaraciyər qanı təmizləyir və toksiki maddələr, yəni zərərli maddələr ödlə xaric olur bağırsağa. Və biz yemək yeyəndən sonra, öd əsasən biz yemək yeyəndən sonra bağırsağa başlayır xaric olmağa. Öd yağları emulqasiya edir, yəni parçalayır və o yağlar parçalanandan sonra həzm olunur, soğurulur qana. Deməli, öd yağların həzmin təşkil eləyir. Öd olmasa, öd bağırsağa normal axmasa, yağlar da normal həzm olunmayacaq. Bu belə, bunu qoyduq qırağa. Əlamətləri əsas nədir? Səhər durursunuz, ağızda acılıq olur. Dilin üstündə sarı və yaxud da yaşıl ərp ola bilər. Sağ qabırğa altı nahiyədə xüsusən yağlı yemək yeyəndən sonra ağırlıq hissi ola bilər, ağrı ola bilər. Kök olur, qəbzlik olur. Amma qeyd edim ki, bu əlamətlər başqa xəstəliklərdə də ola bilər. Ona görə mütləq ultrasəs müayinəsi, yəni UZI lazımdır. Ondan sonra təsdiq olunur ki, öd qatıdır, durğunluq var və s. Əvvəlcədən dedim ki, heç bir müalicəyə ehtiyac yoxdur. Niyə görə? Baxın, öd tənbəllik sevmir. Öd aktivlik sevir. Yəni biz aktiv olmalıyıq. Xüsusən də yemək yeyəndən sonra pasiv divanda uzanıb yatmağa ehtiyac yoxdur. Mütləq aktiv olmaq lazımdır, gəzmək lazımdır, yürüyüş etmək lazımdır. Bundan başqa, əvvəldə qeyd etdiyim kimi, biz yemək yeyəndən sonra öd başlayır bağırsağa ifraz olunmağa. Ona görə biz 3-4 saatdan bir yemək yeməliyik. Uzun müddət yemək yeməyəndə öd də uzun müddət axmır, oturur yerində və ona görə durğunluq yaranır. Elə belə deməyiblər ki, az-az ye, tez-tez ye. Az-az yeyəndə, tez-tez yeyəndə bu ən ideal qida qəbuludur. Bundan əlavə, yağlar bizim düşmənimiz deyil. Biz hər səhər bir xörək qaşığı zeytun yağı içsək, biz ödün axmağını stimulyasiya edəcək və həmin öd gələcək, düşəcək bağırsağa o zeytun yağını parçalamaq üçün və yenə də durğunluq aradan qalxır. Növbəti bənd, punkt deyim, su məsələsi. Biz günə 2 litr yarım su qəbul eləməliyik. Su qəbul eləməyəndə orqanizm susuzlaşır. Təbii ki, öd də susuzlaşır və qatılaşır. Və axırıncı məqam artıq çəki və stres. Mütləq artıq çəkidən azad olmaq lazımdır, stresdən uzaq olmaq lazımdır. Başa düşürəm, indiki zamanda stresdən uzaq olmaq çətindir, amma nə qədər olmasa da özümüzü qorumalıyıq və stresdən uzaq olmalıyıq. Videonu sona qədər izlədiniz. Xahiş edirik, kanalımıza abunə olun. Videonu paylaşın ki, kimin ödündə qatılaşma, durğunluq varsa, boş-boş dərmanlara pul verib müalicə eləməsinlər. Çox sağ olun, minnətdaram, tək sağlam olun.